Əgər mən başqasına qarşı aqressiv fikirlərim varsa, demək mənim qəzəb hissim, partlayışlı qəzəbim var. Bu qəzəbi yönləndirirəm və aqressora çevrilirəm. Ateistlər hamısı incidilmiş qəlblərdir. Mənim rastlaşdığım, şəxsən həyatımda rastlaşdığım, özünü ateist deyən, kommunist deyən insanların çoxunda incidilmiş qəlb var. Ona görə bu aqressordan çoxunun psixotravmatik tərəfləri var. Psixotravmalarınız var. Bunu araşdırın. Gəlin kömək edək sizə, dəstək olaq. Fiziki aqressiya ilə eyni həcmdə cavab vermək Quranda da təsbit olunub. Müqəddəs kitabımızda da var. Müqəddəs adlandırdığımız Quran-ı Kərimdə də var ki, vuruşun sizinlə vuruşanlarla vuruşun, amma həddinizi aşmayın. Salam, hər vaxtınız xeyirli olsun, doktor. Hər vaxtınız xeyir olsun. Növbəti mövzumuz aqressiya haqqındadır. Ümumiyyətcə istəyirəm məlumat verəsiniz ki, aqressiya nədir? Yəni psixi aqressiyadan gedir söhbət herhalde. Bəli, bəli. Yox, tək psixi yox. Fiziki aqressiyanın da psixi əsasları var, doğrudur. Bəli. Aqressiya nədir? Onun hansı növləri var? Aydındır. Növlər deyəndə biraz belə təsnifatları mən xoşlamıram açıq. Tam o formada mahiyyətini təsnifat açdıqca bəli. növləri bəlli olacaq təbii ki. Ümumiyyətlə aqressiya sözü müdaxilə deməkdir. Mənim iradəmin ziddinə, mənim həyatıma, qırmızı xəttimə, şəxsiyyətimə, mənim dünyama, qurduğum dünyaya kimsə müdaxilə edirsə, mən ona icazə verməmişəm bunu. O özü bunu zorən edirsə, güclə edirsə, bu aqressiya adlanacaq. Yəni aqressiya belə bir tərif vermək olar. Amma aqressiyanın növləri yenə var. Psixi aqressiya var, psixi aqressiya var, fiziki aqressiya. Yəni döymək, itələmək, yıxmaq, öldürmək, bunlar fiziki aqressiyadır. Amma söymək, təhqir etmək, lazımsız tənqidlərə yol vermək, bullying eləmək, bunlar psixoloji, psixi aqressiyadır. Psixoloji daha doğrusu aqressiyadır. Bu aqressiya bu şəkildə bölə bilərik. Bir də var, məsəl üçün, geri gəlmişkən, bizim cinsəl mövzuya aid 2 videomuz çıxıb, onlardan birincisində seks mövzusu, cinsi mövzuya aid. Orada haterlər deyilən, hate nifrət eləmək deməkdir İngiliscə, nifrətli aqressiya dolu bir neçə komment gördük və təhqiramiz yazanlar blok atdıq. Mən sadəcə bizi izləyənləri xəbərdar edeyim. Biz Azərbaycan Dili Publikası üçün maarifləndirici bir kanalıq və əgər bizim maarifləndirici fikirlərimiz kimsə qulağına ağırdısa dinləməyə bilər. Amma nifrət dolu yazılarınıza qarşı mən də aqressiyaya cavab hələ verməmişəm. Bir neçə nəfər olub da orada. İstəməmişəm onları biz tapaq müəyyən kodla, müəyyən vasitələrlə, hüquq mühafizə orqanları ilə. Amma xəbərdar etmək istəyirəm ki, bu şəkildə yanaşmayın, rica edirəm sizdən. Çünki atmosferi korluyursunuz. Yəni hater olmaq, yəni nifrətlə dolu, təhqir dolu yazılar yazmaq psixi problem göstəricisidir. Bəli, mən sizi bağışlayıram qəlbən. Amma aranızda birinizi seçib cəza verməyi də düşünürəm. Bunu nəzərə alın ki, bu cəzaya müstahaq olmayasınız. Yəni məqsədim odur ki, siz fikrinizi, tənqidiniz varsa, fikri bəyənməyə bilərsiniz. Məsələn, doktor, bu məsələləri təbliğ etməyinizi doğru hesab eləmirəm. Bu yanlışdır. Okey, bu gözəl, sizin mövqeyiniz. Mən bunları qəbul edə bilərəm. Amma şəxsiyyət üzərindən təhqiramiz yanaşmalarınızı yığışdırmağı tövsiyə eləyirəm. Mən fikrimi barədə dedim. Yəni bu da bir aqressiya növüdür. Elə onun soruşumda. Aqressiyadan, bu aqressiya, biz ümumiyyətlə aqressiyaya cavab vermək qaydası var. Biz bunu toxunacağıq söhbətin gedişatında. Aqressiya necə cavab verək, necə qarşısını alaq. Bu aqressiya anonim aqressiyadır. Yəni o əslində öz dünyasında auto-aqressiyadır. O insan səndə özünün əl çatmadığı şeyləri görür. İkinci, özündə məsələn, tutaq ki, qısa paltar, əməliyyat edib arxasını böyütmüş, müğənniləri tənqid edən toplumumuz bahalı qiymətə onları toyuna aparır. Həmin haterlərin özləri bəyənmək, cinsi azlıqlara söyənlər var axı. Məsələn, söymək, yuxarıdan aşağı baxmaq. Bu insanların özləri öz dünyalarında nələrə qadirdir, mən psixolog kimi bilirəm. Tamamilə ikiyüzlü yanaşmalardır. Ona görə haterlər, dəyərli haterlər, sizə ruhən Allaha sevgi arzulayıram və təfəkkürünüzdəki bu negativə gətirib çıxardan, bu aqressiya gətirib çıxardan psixi probleminizi həll etməyə dəvət edirəm. Mənə qarşı aqressiyası olanlar, buyurun gəlin, mən sizin aqressiyanızı psixoterapevt kimi təmizləməyə çalışa bilərəm. Bir şərtlə ki, səmimi müraciət edin. Doktor, mən sizə qarşı sizi təhqir eləmək istəyirəm. Buyurun gəlin, niyə görək, niyə təhqir eləmək istəyirsən? Məlum olacaq ki, sən uşaq vaxtı atan əzib, mən də biraz sən atavı xatırladıram ola bilsin. O əzilmiş atava qarşı olan aqressiyanı mənə yönləndirirsən. Buna psixologiyada rusca perenos deyirlər. Yəni aqressiyanı döndərmə.
Bu məsələn defleksiya etmək, onu başqasına yönləndirmək bu psixi problemlərdir. Atanı bağışlayandan sonra mənə qarşı münasibətin dəyişəcək. Çünki mən sənin şuuraltı atavı xatırlada bilərəm. Dəyərli izləyicim. Ona görə hər birinizə hörmətlə biz davam edirik. Mən aqressiya demişkən Çox bunu maraqlıdır. Doktor, mən bu mövzu ilə bağlı qızımla söhbət elədim ki, biz YouTube-da videolar çəkirik və qızıma dedim ki, orada mənim xoşuma gəlməyən kommentlər yazıblar mənə. Siz ilk təcrübənizdə sizin xoşunuza gəlməyən Bəli, şeylər xoşuma gəlməyən dedim kommentlər yazıblar. Qızımın 11 yaşı var, bilirsiniz. Aha. Dedim ki, mən Allah sağ olasın. istəmirəm daha bu videolarda çəkilməyi. Sən nə düşünürsən? 11 yaşında uşaq mənə dedi ki, sən necə o kommentlərə fikir verirsən? O elə aqressiyası olan insanlar həyatda özləri bir yerə gələ bilməyən insanlardır ki, belə başqalarına aqressiya göstərirlər bilmədən. Aha, çox sağ olun. Yəni o belə. Əslində bəli, bəzən uşaqların dili ilə həqiqət danışa bilir. Ona görə hər birinizə xoşbəxtlik və salamlar arzulayıram. Bəli. Aqressiya haqqında dediniz, növlərini izah elədim. Buyurun. Ümumiyyətcə daha çox hansı insanlarda olur aqressiya? Bunu bayaq da elə demək olar ki, biraz izah eləmiş oldum. Əgər mənim başqasına qarşı aqressiv fikirlərim varsa, demək mənim qəzəb hissim, partlayışlı qəzəbim var. Bu qəzəbi yönləndirirəm və aqressiyaya çevirirəm. Aqressiyanın növündən asılı olmayaraq, hər bir aqressorun psixi travması var. Hətta aqressiv ölkələr də olsa, onların psixososial travmaları var, əzilmişlikləri var. Məsələn, Ermənistanın Qarabağa olan o vaxtki iddiaları və belə aqressiv davranışları nə idi? Psixososial aqressiya idi. Say etibarilə az olan bəzi toplumlarda, milli dəyərdən çox, daha çox oğurluğa meyil olan bəzi toplumlarda, əzilmiş bəzi toplumlarda psixososial böyük bir aqressiya düşüncəsi olur ki, mən özüm bu cür təsdiq edeyim, başqasının haqqına girməklə. Bu aqressiya həmişə psixi problemdir. Və həmişə onun altında əzilmişlik, incidilmişlik, inciklik axtarmaq lazımdır. Onu vurğulamaq istəyirəm. Yəni, mən qəzəbim varsa, deməli, incidiblər məni. Niyə qəzəblənirəm? Təkrar incitməmək üçün qabaqdan gəlmişlik edirəm. Yəni, təkrar incitməsinlər deyə. Xüsusilə yaxın adamlarıma qarşı şiddətli qəzəbim ola bilər. Bütün ailəsini qıran psixopatların da şahidi olmuş Azərbaycanda və dünyada. Öz ailəsinə qarşı qətl hadisəsi törədən aqressorlar görmüş. Yəni, aqressiyanın səbəbi həmişə qəlbən incidilmək, incidiblər məni, bax bu hiss olur. İncidiblər, cavabını verə bilməmişəm. İncidiblər, bir daha incitməsinlər, qarşısını almalıyam. Və dərində bu, yox olmaq qorxusundan doğur. Daha dərinə Freydə gəlib çıxsaq, bu Mortido enerjisidir. Ölüm qorxusu və öldürmək istəyi. Aqressiyanın səbəblərindən biri ölüm qorxusu və öldürmək istəyi dərində. Yəni, mən olmayacağam, məni incidəcəklər, mən özümü yox olmuş hesab edəcəm. Və bu hissin qarşısını almaq üçün insan hər şeyə qadir olur, o cümlədən birinci növdə aqressor olmağa başlayır. Allahı tanımayanda insan aqressor olur, ayrıca bir söhbət deyim. Və yaxud da Allahı düzgün tanımayanda aqressor ola bilir. Hətta Allah adına çox azmı aqressiyalar olubdur? Xristiyanlıqda da, İslam dinimizdə də Allah adı çəkib aqressorluq eləyən azmı xalqlar, toplumlar, zümrələr və firqələr görmüşük? Çox görmüşük. Ona görə aqressiyanın kökündə psixi travma durur, onu demək istəyirəm. Psixi travmalarında kökündə Allahı ali zat kimi, ruhlarımızın sahibi kimi elmən tanımamaq durur. Əgər Allahı elmən tanısaq, ruhumuz təslimiyyətdə rahatlıqda olacaq və aqressiyamız getdikcə azalacaq. İncidilmiş qəlbimiz sağalacaq, qəlbimiz təskinlik tapacaq. Bunu mütləq vurğulayım. Biz mental yoga təlimlərində məhz bu barədə təlimdə bilik və dərs çatdırırıq. Mən onu çatdırıram, meditasiya qaydasını öyrədirəm ki, bizim aqressiyamız bu şəkildə daha çox azala bilər. Aqressiyası olmayan insan demək olar ki, küçələrdə görmürük, az görürük. Məsələn, avtomobil idarə edirəm mən özüm. Sağdan keçən, özünü qabağa soxan, başqasının haqqını hörmət eləməyən o qədər avtoaqressorlar var ki, küçələrdə. Bir misal deyim. Çoxunuz mənə razılaşacaqsınız. Buyurun. Və maraqlıdır ki, üzr istəyirəm, özü aqressor olan da başqasının aqressiyasına aqressiv reaksiya verir. Bu da maraqlıdır. Buyurun. Birinci bir hala toxunmaq istəyirəm ki, Allahla bağlı dediniz. Ümumiyyətcə Allahla bağlı bizə uşaqlıqdan pozitiv yox, negativ ötürülür də. Yəni bizə deyilir ki, Allahdan qorx, Allahdan qorx. Yəni bu mövzuya toxunur. Yəni qorxu negativ bir hissdir. Bu da aqressiya yarada bilir. Bəli, yarada bilir. Bunu vurğulamaq istədim. Bu mövzulara Allahla münasibət və dini və mental səviyyədə
müzakirələrə mən həmişə açığam. Məsələn, din xadimləri ilə mən psixoterapevt kimi, təbii din xadimi kimi yox, din xadimləri ilə bu barədə münazirələrə, söhbətlərə də həmişə hazıram ki, psixoloqun baxışı, mental yoga mütəxəssisinin baxışı necədir bu ilahiyyətə münasibət məsələsinə. Çünki mən görmüşəm, fikir vermişəm, ateistlər hamısı incidilmiş qəlblərdir. Mənim rastlaşdığım, şəxsən həyatımda rastlaşdığım, özünü ateist deyən, kommunist deyən insanların çoxunda incidilmiş qəlb var. Allahdan küskünlük var. Ona görə həmişə Amma bəzən də müzakirələr ola aparmaq bilər olar. ki, hələ ki axtarışlarının... Yox, axtarış agnostikdir, dəyərli Səidə xanım. Mən tam olaraq aqressiv ateistlər var, aqressiv ateistlər. Bəli, aqressiv. Özü də Allaha qarşı yox, dinə qarşı mübarizə aparır. Başa salmaq olmur ki, yəni bu sənin mübarizən bir konkret dinə qarşı yönəlir. Bu ateizm deyil. Bu dinə qarşı aqressiyadır. Başqalarının inancına qarşı hörmətsizlikdir. Ateizm odur ki, Allah yoxdur denən dinlə sənin nə işin var? Məsələn, mahiyyətindən danış. Bilirsiniz, ona görə bu aqressiyaların çoxunun psixotravmatik tərəfləri var. Psixotravmalarınız var. Bunu araşdırın. Gəlin kömək elə sizə, dəstək olaq. Əzab çəkməyəsiniz. Buyurun. Doktor, bir də belə bir məsələ var. Var danışdıqlarınız səbəbsiz aqressiyadır. Bir də var səbəbli aqressiya. Məsələn, mənim xətrimə kimsə dəydi, mən ona anında aqressiya göstərirəm. Bu ümumiyyətcə normal haldır ki, yəni insanın reaksiyası. Sağlam aqressiya demək istəyirsiniz. Bəli. Sağlam aqressiya ola bilərmi? Ola bilər aqressora cavab kimi. O artıq aqressiya necə cavab verək doktor sualınızdandır. Məsələn, fiziki aqressiya, fiziki cavab, psixi aqressiya, psixi cavab lazımdır. Elə. Yəni məni vuranı vurmalıyam. Fiziki aqressiya, fiziki cavab, indi vurmaq deyil təkcə, qolunu da saxlaya bilərsiniz. O sizin gücünüzə, yanaşma səviyyəsinin gücünə asılır. Deməli, bir daha söyləyirəm, bax bu Üzr istəyirəm xanımlar, evləriniz sizi döyürsə, siz də onları döyün. Vura bilərsiniz. Cavab olaraq. Yəni fiziki aqressiya varsa, fiziki aqressiya ilə eyni həcmdə cavab vermək Quranda da təsbit olunub. Müqəddəs kitabımızda da var. Müqəddəs adlandırdığımız Quran-Kərimdə də var ki, vuruşun sizinlə vuruşanlarla vuruşun, amma həddinizi aşmayın. Yəni, nə qədər vuruşublar, o qədər vuruşmağa haqqınız var. Qisas almağa haqqınız var. Allah özü belə alizat haqqı tanıyır. Karma təmizləyici bir şeydir. Aqressorun bəzən addımı sənin karmanı təmizləyir. Çünki sənin aqressiyaya cavab verib sıfırlaşdırır o enerjini. Və məsələ orada bitir. Zəncir davam etməmək üçün bir yaxşı bir metoddur. Yəni fiziki aqressiya, fiziki cavab, psixi aqressiya, psixi cavab lazımdır. Bir də belə bir halda baş verə bilir. Məsələn, mən iş yerindəyəm. İş yerində mənə aqressiya göstərildi. Mən cavab verə bilmirəm və içimə atıram. Bunu gedirəm ailəmdə. Ailəm bir fərdinə aqressiv davranıram. Belə bir hallar da olur. Bu defleksiyadır. Bəli. Bu sən fleksiyanın qarşısına vermirsən, gedib başqasına onu yönəldirsən. İlan deyir, quyruğun basanda gedib başqasına çalır. Tamam, mən o zaman o aqressiyamı özümdə necə həll edə bilərəm ki, gedib bunu başqasından acığını çıxmayım? O aqressiyanı özünüzdə həll etmək üçün də yenə özünüzü tanımalısınız birinci. Bəli, özünü tanımaq ciddi mövzudur. Əgər özümü ruhi varlıq olaraq tanıyıramsa, qarşımdakının aqressiyasına qorxmadan cavab verəcəm. Cavab verməsəm də bağışlamağı bacaracağam. Yeri gəlmişkən bağışlamaqla qorxaqlıq arasında fərq budur. Bağışlamaq gücün çata bilən adama qarşı münasibətdir. Qorxaqlıq isə gücün çatmır deyə bağışladım deyirsən, döyüşdən qaçırsan. Bunlar ayrı mövzulardır, bəli. Yəni aqressiyada, bizə fiziki aqressiyaya cavab vermək üçün gərək fiziki cəhətdən onunla bab olmağa çalışasın. Gərək fiziki cəhətdən hazır olsun, xüsusilə oğlan uşaqlarına bu aiddir, kişilərə aiddir, kişi davranış modelinə aiddir. Yenə əvvəlki mövzularda kim qayıdacaq, kişini kişi tərbiyə eləməlidir. Və fiziki aqressiya kişi xeyla fiziki cavab verməlidir. Ya qolundan tutub saxlaya bilər, ya onu əks fəndə sala bilər, ya yumruğa cavab verər ki, bir də o yumruqdan ağlından keçməsin ki, sənə yumruq atsın. Və qızlarımıza da bunu öyrətməliyik, oğlanlarımıza da. Yumuşaq bir güc varmı? Yumuşaq güc də var. Bugün cavab verməzsən, əlində güc yoxdur. Ağılla başqa vaxt cavab verərsən. Amma cavab verməkdə fayda var və cavab verərkən də sən məni incitdiyin o fiziki təzyiqə görə, əsassız fiziki təzyiqə görə cavab verim deyə bilərsən. Amma bağışlamaq bizim üçün daha faydalı deyil. Müqəddəs kitabda da, Quranda da və ilahi bütün mesajlarda da bu var. Bağışlamaq nə deməkdir? O vaxt ki, sənin gücün çatar pislik eləməyə, amma eləmirsən. Bayaq mən misal dedim, o heyterlərə bağlı. Pislik eləməyə gücümüz çatar, amma eləməliyik və bunu onlara deyirik ki, eləmirəm ki, sən düzgün nəticə çıxardasan. Yəni, bağışlamaq o demək deyil ki, sən cəza almayacaqsan. Bağışlamaq mənim qəlbimə verdiyim rahatlıqdır. Yəni, aqressiyaya qarşı, psixi aqressiyaya qarşı, psixi aqressiya
üsulları keçərlidir. Ən gözəl psixoagressiyaya cavab, ən gözəl cavab daha doğrusu bağışlamaq və rahatlamaq üsuludur. Fiziki agresiya keçməyib də sənə ürəkbulandır sözlər deyir, təhqir eləyir, heyt eləyir, nifrət göstərir, bunu bildirir, bullying eləməyə çalışır. Orada qəlbən bağışlamaq, ignor etmək, öz həyatını rahat yaşamaq üsulu ən yüksək üsuldur. Ümumiyyətcə belə insanlar dəyişmək olur, doktor. Hansı insanları? Məsələn, aqressiv insanları, onlara məsələn fərqli bir davamlı sevgi göstərək. Var bir insanın arada bir aqressiyası var da aqressiv insan. Aqressiv insan təşviş pozuntuulu xəstədir. Onun təşvişli şəxsiyyət pozuntusu və ya təşviş pozuntusu, nevrotik tipli psixi pozuntusu var. Çünki aqressiv insan daim gərgin, daim döyüşmək istəyən, daim öz haqqını əlinə alıblar, onun haqqını qaytarmaq istəyən və hər şeyin pis olacağını düşünən, pis tərəfi önləməyə çalışan, sığortalamağa çalışan insandır aqressiv insan. Yəni belə bir hal Həqiqi güclü insanlar rahat olurlar və elə aqressiv yaşamırlar. Yəni belə bir hal ola bilməz ki, davamlı mən aqressiya göstərən insana mən də davamlı sevgi göstərib onu dəyişə bilərəm. Davamlı aqressiya göstərənsən xeyr, o müalicə almalı. Dəyişmək çox çətindir. Sizin sevgi göstərmək... Onda mən tükənmiş oluram. Bəli, mümkün deyil elə. Davamlı aqressiya göstərən insandan aqressiya uzaq olmaq və ona müalicəni təklif etmək lazımdır. Mən nəyi misal deyə bilərəm? Baxın, aqressiyanın dediniz ki, necə cavab verək? Bir samuray misal çəkə bilərəm. Bir samuray qəti aqressiv deyil. Elə görmüşsün ki, samuray aqressiv olsun. Samuray obrazı yaradılıb bizim bədii ədəbiyyatda, filmlərdə bir həqiqi döyüşçü obrazı. O döyüşçü qılınc belində təbiət meşə ilə gedir, təbiətdən həzz alır, o qılıncdan məşq eləyib, qılıncın ruhunun ifadəsidir. O qılınc aqressiyaya cavab verəcək bir silahdır, onun ruhudur. Amma bu gündəlik həyatında qılıncı əlinə dəqiqədə bir atmır ki, öz yolunu gedir, eləmi? Və meşənin ətrafdakı bu ağaçlardan, quşlardan ləzzət alırlar, yolunu gedir cığırla. 5 nəfər ninja hücuma keçir, həmin o sülhpərvər gediş gedən, sülhpərvər şəkildə təslimiyyətdə yaşayan samuray bir dəqiqəlik aqressiyaya çevrilir. O aqressiyaya qılıncını çəkərək kəskin, sürətli cavab verir və yenə sonra qılıncını qına qoyaraq aqressiyanı itirərək yoluna davam edir. Bu aqressiya, fiziki aqressiyaya cavab verən sakit adam obrazıdır. Biz həyatda belə yaşamalıyıq. Daim aqressiyaya cavab verməyə hazır, amma gərginlik yaşamadan. Daxilən rahatsansa ki, psixi aqressiyaya cavab verməyə hazırsan, fiziki aqressiyada ölümdən qorxmadan cavab verməyə hazırsan, ruhi biliyin var, Allaha bağlılığın var. Təbii onda nə olacaqsan? Rahat ol. Gərgin olmağa ehtiyac qalmayacaq ki, sən güclüsənsə rahatsın. Onda sən aqressiyada hesab olunmursan. İlahi sistemdə də belədir. Aydındır. Doktor, məsələn, cəmiyyətimizdə daha çox hallarda qadınlar həyat yoldaşları tərəfindən aqressiyaya məruz qalırlar. Məsəl üçün, həyat yoldaşı evə gəlir, səbəbsiz şəkildə döyüb, söyə bilər. Yəni, adi bir bunun səbəbi odur ki, bu xəstədir. Bəli. Xəstəliyin növünü tapmaq lazımdır. Narsistik şəxsiyyət pozuntusu, təşvişli tipli şəxsiyyət pozuntusu. Yəni, bir incidilmiş insandır və psixi cəhətdən ağır travmalı insandır. Müalicə almalıdır. Amma hələlik onu döyməyənə qarşı qadınlar ya hüquq mühafizə orqanlarına müraciət eləsinlər. O psixoloji iş deyil. O məqamda təcili yardım hüquq mühafizə orqanları etməlidir. Sonraki psixoloji işə onu müraciət etsələr, psixoloji cəhətdən işləmək lazımdır. Doktor, bəzən olur ki, evdə analar öz övladlarına qarşı aqressiya göstərirlər. Amma səbəbsiz yerə, məsəl üçün, qaynanasına əsəbləşib, yoldaşına əsəbləşib, onu yönləndirir uşaqlarına. Yəni, bu qadına necə başa salmaq olar, demək olar ki, etməsin bunu. Məncə onu qaynanaya başa salmaq lazım ki, etməsin ki, gəlin o əzəb qaynana başa düşmür, yəni. Qaynana başa düşməyəcək bir dönəmdədirsə, yaşı 80 yaşdırsa, tutaq ki, 70 yaşdırsa, elə bir dönəmdə ki, özünü haqlı sayır, üstəgəl narsistik xarakteri varsa, təbii qadın bilməlidir ki, ya o evdə yaşamamalıdır, o ailədə olmamalıdır, ya da ailədə qalmaq istəyirsə, onlara qarşı psixoloji taktikanı formalaşdırmaq üçün mütəxəssisə müraciət etməlidir. Uşaqların səbəbsiz yerə döyməkdənsə. Səbəb var, uşaqlar səbəb deyil, bəli. Aydın, təşəkkür edirəm, doktor. Biz bu mövzunu məncə tam açıqlamadıq, amma mən istədim bu mövzuya toxunaq. Əslində düz elədiniz, bu mövzunda toxunduq. Nəyə görə? Çünki buradan çıxan suallar olacaq. O suallara görə də biz videolar çəkəcəyik. Ümumiyyətlə mən təklif edirəm ki, kommentlərdə yazasınız. Sizə nədən danışmağım maraqlıdır? Nədən sual versin Səidə xanım? Nəyi müzakirə eləyək? Siz də bizim müzakirədə aktiv iştirak edin, interaktiv
olsun bizim ünsiyyətimiz. YouTube-da gələcəkdə canlı yayımlarımız da olacaq yəqin. Bizim o gedişatda planımızda, düşüncəmizdə var. Amma hələlik canlı ünsiyyətimiz belə deyək. Kommentlərdə yazın ki, sizə nə maraqlıdır. Biz onu müzakirə edək növbəti sual-cavab və mövzularımızda. Xoşbəxt və sağlam olsunlar. Sağ olun. Təşəkkür edirəm.